Bioloji aktiv qida məhsullarının qeydiyyata alınması proseduru təkmilləşdirilir. Belə ki, Nazirlər Kabinetinin qida təhlükəsizliyi haqqında qanunda nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydaları və qeydiyyatın qüvvədə olma müddətində bəzi dəyişikliklər edilib. Bir pəncərə prinsipi əsasında bu məhsulların qeydiyyat prosesi əhəmiyyətli dərəcədə sadələşdirilir. Belə ki, sahibkarlara dəstək məqsədi ilə bir məhsulun qeydiyyatı ilə əlaqədar sahibkar artıq bir neçə dövlət orqanına müraciət etməli olmayacaq. Sahibkar müraciət edərkən yalnız bir pəncərəyə, yəni Qida Təhlükəsizliyi Agentliyinə müraciət edəcək. Dəyişikliklər arasında diqqət çəkən məqamlardan biri də bioloji aktiv qida məhsullarının dərman vasitəsilə eyni tərkibli və eyni dozalı olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən verilən ekspertiza rəyinin əvvəlki dövrlərdə olduğu kimi sahibkarlar tərəfindən deyil, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin dövlət orqanına göndərilməsi ilə bağlıdır. Belə ki, bioloji aktiv qida məhsullarının dərman vasitəsi olub-olmaması barədə ekspertiza rəyinin aparılması üçün agentlik tərəfindən müvafiq sənədlər və məlumatlar elektron hökumət informasiya sistemi vasitəsilə real vaxt rejimində Nazirliyə ötürüləcək. Nazirliyin tabeliyində olan Analitik Ekspertiza Mərkəzi ilə istehsalçı və ya onun müvəkkil etdiyi şəxs arasında ekspertiza xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanılması, müvafiq ödənişin həyata keçirilməsi, habelə nümunələrin təqdim edilməsi barədə agentliyə məlumat verildikdən sonra məhsula dair ekspertiza 15 iş günü müddətinə həyata keçiriləcək. Qeyd edək ki, bu qərar 2026-cı il iyunun 1-dən etibarən qüvvəyə minəcək.